Koordinatları bura mənfi 3-dür. Bu məsafə 4 olduğuna görə uşaqlar, sizcə A nöqtəsinin koordinatları nə olacaq? 1. 1 olacaq. Yəni x-ə 1, y-ə 0. Dardı. İndi mən bunun grafikini qurmaq üçün nədən istifadə edəcəm? Köklər formasından. Çünki onun köklərini bilirəm. A vurulsun, x çıxılsın, x1, x çıxılsın, x2. Kökün biri mənfi 3-dür, digəri 1-dir. Onda y bərabərdir. A vurulsun, x üstə gəl 3, x çıx 1. Digər yandan funksiya 0, 3 nöqtəsindən keçir. Aparıb x-ların yerinə 0, y-in yerinə 3 yazıram. Onda nə olur? Deməli, 3 mənfi 3a bərabərdir 3-ə, a olur mənfi 1. A mənfi 1 olduğuna görə bizim funksiyamız mənfi x üstə 3, x çıx 1-dir. İndi açaq ABC-ni tapaq da. X kvadrat, öndəki mənfi ilə mənfi x kvadrat. Çıx x üstə 3x, üstə 2x, mənfi 2x, üstə 3. A mənfi 1-dir, B mənfi 2-dir, C də 3-dür. Mənfi 1 üstə 2 çıx 3, mənfi 4 üstə 2, mənfi 2.